Bəqərə surəsindəki ayəni də diqqətinizə çatdırım ki, Allah subhanahu wa ta'ala buyurur: "Ellezine yunfiquna amwalahum bil-leyli ven-nahari sirran ve alaniyeten felahum ecruhum inde rabbihim ve la khawfun aleyhim ve lahum yahzanun." O kəslər ki, Allah yolunda mallarını gecə və gündüz gizlidə və açıqda xərcləyərlər, onların Rəblərinin yanında mükafatları, savabları vardır, əcirləri vardır. Onlara nə bir qorxu var, nə də onlar kədərlənməzdir. Demək, burada fikir verirsiniz, öz mallarını xərcləyərlər, yəni Allah yolunda həm gecə, həm gündüz, həm aşkarda, həm sirdə, yəni gizlidə, həm də aşkarda. Demək, sədəqəni həm sirdə verə bilərsən, yəni gizlində verə bilərsən, həm aşkarda verə bilərsən və bunların hərəsinin öz yeri var. Düzdür, gizlində verilən sədəqə ümumən daha yaxşı sayılsa da və bu barədə biz oxuyacağıq inşallah. Ancaq o demək deyil ki, aşkarda da sədəqə vermək olmaz və aşkarda sədəqə versən mütləq ixlasında problem var deməkdir, yox. Aydındır, bəzən aşkarda sədəqə vermək və digər müsəlmanları ona həvəsləndirmək, digər müsəlmanlara bir gözəl nümunə olmaq, ola bilər ki, gizlidə verdiyin sədəqədən daha çox savab qazanasan.